Hyundai Sonata'dır. 2023. Hibrid. Deməli, çekin işığı yanır. Diaqnostik eləmişəm. Deməli, bizdə aktiv raşotkadan şikayət edir də avtomobil. Deməli, cəmaət, indi istəyirəm həmin o barmaqlıqlar barəsində biraz sizə məlumat verim. Belə ki, avtomobildə bu barmaqlıqların mövcud olması bəzi sürücülər tərəfindən səhv başa düşülür. Elə bilirlər ki, bu artıq bir ləvazimatdır, artıq şeylərdir, baş ağrıdıcı şeylərdir, avtomobilə quraşdırılıb. Amma burada bəzi məsələlər var. Belə ki, soyuq regionlar üçün istehsal olunmuş avtomobillərin bu barmaqlıqlara həddindən artıq çox ehtiyacı var. Bilmirəm, sizin belə deyək, bu mövzu barəsində anlayışınız necədir? Çünki əvvəllər, əvvəllər niyə? Elə indi də soyuq regionlarda yaşayan insanlar, məsələn, Kamçatkada, Yakutiyada və digər regionlarda yaşayan insanlar bu barmaqlıqların əvəzinə avtomobilin qoruyucu, belə deyək də, bamperin qoruyucu barmaqlığının arxasına kardon parçası və yaxud da ki, digər ləvazimatlar qoyurdular ki, avtomobilin istiliyini itirməsin. Bax, bu barmaqlıqlar sırf həmin xarakteri daşıyır. Yəni, bu barmaqlıqlar onun üçündür. Yəni, avtomobilin işçi temperaturu tez əldə eləməyindən ötürüdür. Avtomobil işçi temperatura tez çatsın. Belə ki, artıq ekoloji tələblər sərtləşir və avtomobilin ekoloji tələblərə cavab verməsi prosesi günü-gündən müasirləşir. Siz avtomobilinizi işə salan kimi bir 5 saniyədən sonra, 10 saniyədən sonra artıq hərəkətə başlamalısınız. Bu, soyuq regionlarda heç də ürək açan hal deyil. Bu, belə deyək də, qarşıdan gələn hava axını avtomobili dərhal soyudur. Ona görə də bu barmaqlıqlar həmin regionlar üçün çox böyük xarakter daşıyır və çox böyük önəm kəsb edir. Ona görə də istehsalçı bu barmaqlıqları avtomobilin bamperinin belə deyək də altında yerləşdirilib. Elə avtomobillər var ki, hətta bamperin gözəllik üçün təyin olunmuş barmaqlıqları belə tərpənir. Bəli, bizim dilimizdə desək, bu sürücülərin dilində ablitsovka. Ablitsovkanın özü də dönür və avtomobilin qarşısını bağlayır. BMW-lərin son modellərində, Toyota-ların son modellərində bu artıq belədir. İndi bu sistemin soyutma sisteminə belə deyək də inteqrasiya olunması bu kodun artıq çek şəklində, yəni nasazlıq kodunun artıq çek şəklində mühərrikin idarəetmə bloku tərəfindən müşahidə olunması, monitorinq olunması kimi bürüzə verilir. İndi belədir. Neynəmək olar? Əlbəttə, bunu belə deyək də, gövdə blokuna da bağlamaq olardı. Yəni, kuzan idarəetmə blokuna da bağlamaq olardı. Amma, belə deyək, soyutma sisteminə birbaşa təsir elədiyinə görə, avtomobilin daxili yanma mühərrikinin, belə deyək də, soyuducu mayesinin işinə birbaşa təsir elədiyinə görə, onu artıq mühərrikin idarəetmə blokuna bağlayıblar və o artıq çek çıxardır. Ona görə də bu məsələni həll eləməsəz, avtomobiliniz qəza vəziyyətində işləyir və yanacaq hesabatını artıra bilir. Belə, dedim ki, xəbəriniz olsun ki, bu barmaqlıqlar nə üçündür? Bəziləri görməzdən gəlir, amma mütləq vacib məsələdir. Bamperi söküb ayırmışam. Məsələ nədir? Bizdə aktiv raşotka B budur. A da budur. İndi bu açıq qalıb, açıq qalmayıb, bu ikinci dərəcəli məsələdir. Mən bilmirəm bunun vəziyyəti necə olmalıdır. Düzün desəm, heç bunun haqqında manualı oxumamışam. Burada belə bir mənzərəyə rastlaşmışam ki, dəmirçi iş görəndə sağ olsun flipi yerindən şaqqılladıb dibindən. İndi bunu vastanavit eləyəcək yerinə kodda siləcək. Yekun nəticəni göstərərəm. Belə. Deməli, düzəltdim. Kemberi otuzdurmuşdum. Lap dibdən qırılıb, kemberi tutmadı, buraxır. Lap dibdən oturub, pin yerinə keçmir. Flip açıldı. Bu da flip açıqdır. İkisi də. Sövəs salam. İşləyir, hər şey qaydasındadır. Sıfırladı, dala qabağa getdi, dayandı. Başım belə də, yəni işləyir. Heç bir problem yoxdur. Hər şey qaydasındadır. Yəni biləsiniz. Naqilində problem var idi. Deməli, Mercedes-dir. Nə bilim, W203-dür də bu. W203-dür, səhər xodlanır, sönür.
Deməli tüstü test eləyirik. Hada yağı doldurmağa heç başa düşdün? Bax. Şeydən piliyir. Buradan kollektorun dibindədir buradan. Devam buradan. Buradan da piliyir. Arkadan da verir ha. Burada şey yumru nerede uzakmış kadar. Özde. Bu üst kırışka. Buradan ne görünecek? Oo, devam edelim. Çək onu o tərəfə. Biraz dala çək, dala arxaya çək, özbə tərəf. Yox, şey özbə tərəf çək. O. Ne edir abi? Söner da müəllim bu, söner. Əlbəttə ki, söner səhət tezdən. Belə.